Elin dediği düzdür. Koroğlu'nun nəvəsi sənki nəvəsi. Arxayın gedəmi. Çalışdan da nigaran qalma, arxayın ged. Birinci bana. Ya sen benimle sonra gelmişsin. 4 gündür bu erzak arasın diyen birinci mənim şikayet. Oğru özünsən. Oğru atondu. Atom. Adı öküzümü uğramağım ben seni hele bir danışırım. Ay ki salıyla ki. Hamının şikayetine bakılacak. Sen de derdin diyersen sen de... Gördün diler ben. Atonlar. Maşallah, qoşa olan böyüdümsən. Nökərindir. Ne bir gelir? Evvel benim şikayetime baksana. Şuraya! Ne sıkışmışsın eşittin de. Geçer kişi. Baş sağırın alım. Ne diyeyim ki? Yaxşı. Gəlin görüm kimin ne derdi var. Kimden başlayaq? Məndən. Ne bir kaka başına dolanım ha ne bir. Benim bir oruç torpağım. Bir cüt öküzüm vardı, bir çetende külfetim. Günlerin bir günü nece olduysa öküzümün biri vurdu, öldü. Elim kolum kesildi, kaldım meğter. Gittim Ağzıbedi bazarına öküz almağa, kanı kıymetine dediler. Alabilmez, kör peşman gayettim geldim. Gelip ne görsem yaxşıdır. Gördüm bu biri öküzde yoktu. Ne? Yer kalmadı aktarmayayım. Sen deme bu oğruymuş. Oğru özünsən. Oğru sen Sen atandı. atondu. Kaka. Dayan görək, o ne deyir? Belə də kişi, Yo, başın haqqını deyil. Mənim də öküzüm ölmüşdü. Həkim vaxtı gəlib çıxdı, qaldım mətəl. Sonra gördüm o örüşdə nə diyor, bir öküz otlayır, özündəki yersiz yatsız. Götürdüm, koştum cütə. Gidim yersiz çıxaraya, verərəm də. Öyle yalanı bak. Bu qiblə haqqı düz deyirəm. Aşı yalansın gübbesine gelip olsun. Sənə qiblə qəvnim olsun. Aşı, az sakalına utanmışsın. Yalan Hər şey məndən deyil. Dayanın ha kişiler. Dayan o da. Göreyim ne bir qağa ne deyir. Lap yaxşı düşsün də. deməli sənin bir öküzün var. Onun da bir öküzü. İkisi bir yerde eləyir, bir cüt qoşqu. Onda belə eləyin də. Sen bir öküzü də ver ona torpağını şumlasın. Özündeki... Yok bu düz olmuş. Ha taptım. Öküzlerinizi de birleştirin. Torpağınızı da. Şərikli əkin, şərikli də becərin. Ha? Atalar necə deyiblər onu, əkəndə də, yiyəndə də ortaq qardaş. Ha? Belə deməyiblər yəni. Necədir? Yaxşıdır, laf əntiqədir. Mənə bax, barışın. Barışın gedin evə. Niye? Ha eşitmediniz ne bir qağa ne dedi? Ne Gidin gözləyirsin? barışın Ha ya. yaxşı gedin barışın da. Ne bir qağa? Vallahi utanıram da demeye. Utanma ki. Şikayetin nedir? Ne bir qağa? Namusum elden gedir. Namusun? Ne olub ki? El məndən, ətək səndən, qutar məni rüsvayçılıqdan. Arvadım çox göyçə idi mənim. Ha, gündüz çıraqla da bütün malı gəzsən, elə qəşəng arvad tapmazsan. Ancaq kəndxuda toğlayır onu ki, sən cüccü-müccü xörəyi deyilsən. Harda oldu kəsir qabağını deyir, sən kəndxudaya layiq arvadsan. Nə olub bəyəm, biz kişi deyilik, nə olar kasıb olanda? Kasıbın yəni qeyrəti zadı yoxdur. Kəndxuda hanı? Buradayım Ayın abi, buradayım. Selamünaleyküm. Hoş gelmişsin bizim kende. Ne demisən bu kişinin arvadına? Hansı kişi? Qudurmusan? Bebiş mi? Yalın artıq düşüb deyəsən. Bebiş. Nədir? İbiş. Gör nə ibiş salıb indi. İbiş. Heç o yan bu yanı yoxdur. Axı biz ibiş. Gəl bura görməz. Niyə mənim bu arvadıma demisən ki, səndən çuluculuq ibiş arvad olmaz? Niyə demisən ki, sən gərək kəndxuda arvad olasan, ha?
Hə, düz deyir də. Əsl kəndxuda arvad olmağa layiqdir. Siz nə deyirsə, cəmaat? Mirzə, bəli, otur yaz. Səlim bəyə. Yaxşı, cənab Səlim bəyə. Mən Nəbi Alıoğlu, İbiş, at ona nə? Məmməd Əli. Məmməd Əli oğlunu bu kəndə kəndxuda təyin eləyirəm. Əgər ona güldən ağır söz desən, bu qəzada, bu mahalda ya gərək sən qalasan, ya da mən. Vəssalam. Yaxın gəl. Verərsən Səlim bəyə. Başda doğru deyiblər ki, hardakı sənin adın var, orada haqq ədalət var. Allah mənim ömrümdən kəsib sənə versin. Ona bu da azdır. Allah səni bizim başımızın üstündən əssi eləməsin. Görüm ki, canımı dərdəzar alsın. Süpürgə bunların soğuya qalsın. Məni rüsva eləmə, Vəli. Bu mənim ölümdən də bətərdir. Vəli!